Hər kəsə salam. Tələbə podkastının 3-cü bölümünə baxırsınız. Bugünkü qonağımız Sevil Azərdir. Xoş gördük Sevil. Xoş gördük Zəhra. Dəvətin üçün çox təşəkkür edirəm. Biraz özün haqqında bizə məlumat verə bilərsən? Mən Sevil Azər, soyadım İsmayılovadır. 2006-cı ildə Bakı şəhərində anadan olmuşam. Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ingilis bölməsində 3-cü kurs tələbəsiyəm. Bu qədər. Sevil həm də mənim qrup yoldaşımdır. Biz eyni qrupda oxuyuruq. Mən də dedim ki, niyə də mənim qrup yoldaşlarımdan biri podkastıma qonaq olmasın. Özün haqqında, həyatın haqqında, tələbəlik illərin haqqında bizə qısa nə danışa bilərsən? Qısa onu danışa bilərəm ki, 3-cü kursda təhsil alıram dediyim kimi. Universitetdən kənar fəaliyyətlərim də var. Əvvəllər 24 media.az saytında həm müxbir, həm tərcüməçi, həm də redaktor kimi fəaliyyət göstərirdim. Hazırda 25 Trend kreativ media sahəsində copywriter, mətn yazarı və redaktor işlərinə də kömək edirəm və yaradıcı sənayələr üçün media məktəbində də təhsil alıram. Bunlar barəsində danışarıq. Keçən zamanlarda danışacağıq. Sevil jurnalistika ixtisasında oxuyur mənim kimi. Niyə məhz jurnalistikanı seçmisən? Əslində bu ixtisas seçimi mənim üçün biraz qarışıq bir periodda reallaşmış bir hadisədir. Mən özüm həyatda elə biriyəm ki, tam sevdiyim, seçdiyim şeylər yoxdur. Məsələn, məndən soruşsan ki, hansı rəngi sevirsən? Mən bilməyəcəm, qırmızı deyim, göy deyim, mavi deyim. Və qərarsız bir insanam. Ən sevdiyim film də yoxdur, ən sevdiyim yemək də yoxdur. Çox qərarsız bir insanam. Və 11-ci sinifdə də biz bilirik ki, ixtisas seçimi, yəni imtahanlar verəndən sonra ixtisas seçimi olur. Mənim jurnalistika tamamilə ağlımda yox idi. Mən əslində belə bir şey oxumuşdum ki, əgər iki şeyin arasında qalmısansa, seçim arasında qalmısansa, püşkat, əgər çıxan nəticəni bəyənməyəcəksən də, deməli sən o birisini istəyirsən. Seçmisən uje. Aha, seçmisən. Mən əslində hər hansı ixtisası ağlımda müqayisə eləyirdimsə, az ədəbiyyat müəllimliyi daha belə qalib gəlirdi də, daha cazib gəlirdi, daha onu belə seçmək istəyirdim. Amma bu bal sistemi ilə əlaqədar olaraq ona balım çatmadı. Buna görə də mən oturdum və bu abituriyent jurnalında baxdım ki, hara verə bilərəm, hansı ixtisas ola bilər. Gördüm jurnalistika ixtisasını. O da Azərbaycanda 3 universitet üzrə, Bakı şəhərində, daha doğrusu Naxçıvanda da var. Slavyan, Bakı Dövlət Universiteti, Dillər Universitetində yəni keçilir və mən fikirləşdim ki, niyə də yox? Və bax, öyrəndim ki, qabiliyyət imtahanı verməliyəm. Qabiliyyət imtahanına da qeydiyyat o zaman açılmamışdı. Avqustun 6-sı idi qabiliyyət imtahanı, elə xatırlayıram ki. İyul ayının sonunda artıq mən dedim ki, yox, mən qabiliyyət imtahanına qeydiyyatdan keçəcəm və keçdim. Keçəndən sonra da başladım hazırlaşmağa ki, nə düşür ki, görən. Fikirləşirdim ki, onu da bilmirdim ki, hələ inşa yazmalıyıq. Yəni qabiliyyət imtahanı inşa yazılmalıdır. Mən dedim yəqin natiqlik, nitq falan belə şeylər yoxlanılacaq. Mən də bilirdim jurnalistikaya aid. Çox qəribə gəldi mənə eşidəndə ki, sən inşa yazmalısan. Çünki jurnalistika o vaxtdan mən bilirdim ki, bu işin içində olmazdan əvvəl də bilirdim ki, jurnalistika bədii yaradıcılıq deyil. Yəni inşa, esse, bədii heç əlaqəsi yoxdur. Mən düşünmürdüm. Və dedilər ki, 3 dənə inşa yazılır. Əvvəldən iştirak edənlərdən soruşdum. Dedilər ki, 3 dənə inşadan birini seçib yazırsan. Fikirləşdim ki, heç nə gedib yazaram. Getdim imtahana yazdım. Müəyyən istəklər var idi orada. Onları yəni yazılmalıydı. Məsələn 400 sözdən çox olmalı idi, səhifə sayı belə olmalı idi falan filan. Bunların hamısını yazdım. Yazandan sonra da hardasa tez bir zamanda da cavablar çıxdı. Gördüm ki, keçmişəm, məqbuldur cavabım. Və fikirləşdim ki, artıq jurnalistikaya mən 100% ki, sənəd verəcəm. Və elə kodlaşdırmada da ilk 3 yerə jurnalistikanı yazmışdım. Birinci yerə ingilis bölməsini yazmışdım. Dil baxımından düşünürdüm ki, əgər ingilis dilində təhsil daha qabaqcıldır digərlərindən və oranı birinci yerə və ilk yazdığım yerə də düşdüm. Sözün açığı gözləmirdim. Çünki balı mənim balımdan biraz çox idi. Düşünmürdüm ki, düşər. Amma düşdü. Həqiqətən ilk görəndə də bir şok düşmüşdüm ki, mən buranı istəmirdim, axı belə olmuşdu. Təsadüfən qəbul oldum. Elə başa düşmüşdülər ki, evdəkilər ki, heç yerə düşməmişəm də elə bir situasiya yaranmışdı. Elə şoka düşmüşdüm ki, necə yəni mən bura düşmüşəm də. Amma belə yəni yolumuz belə kəsişdi bizim. Jurnalistika mənim də seçimim elə harca Sevil kimi olub. Çox belə təsadüfi oldu. Yəni əslində biraz istəyirdim, amma biraz istəmirdim. Eynən, mən də, hə. Amma istəməyə birinci yazmışıq çünki imtahanını vermişdik, hə. Yəni orada daha çox bizim balımız və verdiyimiz imtahanda inşa essenin rolu böyük idi. Yəni başqa ixtisasda oxuyanlar 2 məsələn imtahanla daxil olanda biz 3 imtahanla daxil olmuşuq. Ona görə birinci yazmışıq. Eynən, hamı jurnalistikanın biraz əziyyət çəkmişəm də dayı. İngilis sektordan məmnunsan Sevin? İngilis bölməsindən məmnunam.
İlk başlarda mənə çox çətin gəlirdi birinci kursda. Hər gün, yəni ilk dönəmlər başım ağrıyırdı. Çünki o qədər belə özümü sıxırdım ki, başa düşüm, müəllim nə demək istəyir, uşaqlar nə demək istəyir, özümü ifadə eləyim. Çox başım ağrıyırdı, narahat olurdum. Yavaş-yavaş gördüm ki, alışmaq yəni olur. Müəllim də biraz səni izah eləyir Azərbaycan dilində, sən də özünü biraz Azərbaycan dilində izah eləyirsən. Nəticə itibarilə yəni yola gedirik. Yəni ingilis sektora qəbul olmaq, ingilis bölməsinə daha doğrusu qəbul olmaq istəyən tələbələr ingilis dilindən qorxmuyor. Hə, eynən qorxmaq Tez ehtiyac yox. öyrənəcəksiniz. Universitet sənin üçün nə məna kəsb eləyir? Universitet mənim üçün nə məna kəsb edir? Belə deyim, universitet mənim üçün bir sistemdir. Nə sistemidir? Universitet olmasa mənim həyatım məncə sıxıcı olar. Bu mənim həyatımın indiki 4 ilinə həsr olunub. Məsələn, növbəti illərdə iş həyatı ola bilər. Mənim üçün bu bir sistemdir. Nə mənada bu sistemdir? Əgər universitet olmasa mən həqiqətən çox sıxılaram. Məsələn, mən özümü bir rejimə salıram universitetlə birlikdə. Hər gün səhər saat 7-də dururam, geyinirəm, maşına otururam, gedirəm, sürürəm, gedirəm universitetə. Yəni bu mənim üçün bir sistem halındadır. Dərs öyrənirəm, yeni məlumatlar əldə edirəm. Yəni mənim üçün bir sistemdir və həqiqətən də bir nizam-intizamdır da, bir növ belə deyək. Sevirəm yəni universitetimi. Yəni bir seçimdir ya da sistemin təzyiqidir deyə soruşsaq? Əslində tələbə olmaq, yəni universitetdə təhsil almaq mənim üçün bir sistemin təzyiqidir. Bəzən öz-özümə fikirləşirəm ki, görəsən məsələn indi mən bu illə, həyatımın bu ilində, məsələn 17-18 bu yaşlarımda universitet təhsil alsaydım, indi mən hardaydım, nə iş görürdüm? Bu sualı özümə o qədər verirəm. Yəni deyirəm hansı peşəni görən yiyələnərdim əgər mənim həyatımda universitet olmasaydı. Amma bir sistemin təzyiqidir bir növ ki, valideynlər də bir tələb eləyir ki, sən tələbə olmalısan, qohumlar, qonşular hamında bir gözlənti var ki, 17 yaş var, 11-ci sinifdə oxuyur, universitetə hazırlaşır. Bir gözlənti. Mənim üçün yəni bir sistemin təzyiqidir əslində bu. Bəlkə də özümə qalsaydı tələbə olmağı seçməzdim. Onu deyə bilmərəm. O hələ də cavabını tapa bilmədiyim suallardandır. Yəni əslində mən özümə də bəzən sualı verirəm. Hələ də cavab verə bilmirəm, seçimdir yoxsa sistemin təzyiqi. Çünki universitetin bizə qazandırdıqlarını düşünəndə yaxşı ki seçmişəm deyirsən. Eynən. Amma bəzən də düşünürsən ki, niyə seçdim axı? O ikiləm arasında qalırsan həmişə. Səncə sən oxuyan tələbəsən yoxsa yox? Oxuyan tələbə profilindəsən? Məncə yox. İlk illərdə, sözün açığı, ilk illərdə də deməyim, ilk aylarda oxuyan tələbə profilində idim. Həqiqətən çox əziyyət çəkirdim ki, bir bəhrəsini görüm. Amma sonralar gördüm ki, tələbəlik illərində insana təkcə dərs qalmır, əldə elədiyi biliklər qalmır, təkcə ixtisası qalmır, xatirələr də lazımdır. Və başladım xatirələr toplamağa dostlarımla, ətrafımla, universitetdən kənar. Yəni başa düşdüm ki, hər şey universitet illərində təhsil almaq, o ixtisasa yiyələnmək deyil. Başqa xatirələr də sənə qalmalıdır. Ona görə də oxuyan tələbə deyiləm. Vaxtım daha çox dərsə yox, başqa şeylərə xərcləyirəm, sözün açığı belə deyim. Amma universitet elə bir sistemdir ki, əgər sən ora özündən nə qədər qoysan, bir o qədər sən oradan bəhrə götürəcəksən. Yəni əlaçı olacaqsan, qırmızı diplomla bitirəcəksən. Yəni elə düşünürəm. Mən də razıyam və mən də məsələn elə sənin kimi çalışıram. Universitet illəri elə bir illərdir ki, bir də qayıtmır. Eynən. Və illər sonra onu çox yaxşı xatırlamaq üçün dərs qədər deməzdim. Dərsə biraz az deyəcəm, biraz qınaq səbəb olacaq. Amma yəni istənilən halda xatirələrə daha çox yer vermək lazımdır ki, dərs onsuz həmişə var və o imtahanı sən necəsə keçməlisən, amma o xatirələri bir də tapa bilməyəcəksən ona görə. Yəni düzdür, təhsil də bu dövrdə elə universitetə getdim, gəldim, sırf qayıb almayım deyə, kəsilməyim deyə, elə 17 balla imtahandan keçdim. Bu da olmamalıdır. Ən azından sən ixtisasına yiyələnməyə üçün bir nəzəri tərəfdən də, nə qədər praktiki öyrənməlisən. Eynən, yiyələnirsənsə, nəzəri cəhətdən də yiyələnməlisən. Buna görə də mütləq ki, o dərslər oxunmalıdır. Amma məsələn, biraz onu təxirə salmaq mümkündür deyə düşünürəm. Məsələn, bir gecədə bir imtahana biz hazırlaşırıq və bir də bir fikir var ki, məsələn, bir gecədə hazırlaşılan imtahan nə dərəcədə o material sənin beynində qalır. İmtahandan çıxdım, unutdum. Mən elə bir şeyin, yəni razılaşmıram, o fikirə tamamilə razı deyiləm. Yəni o bilik nə qədər olmasa da sənin beynində bir yerdə qalır və ən lazımi vaxtda sən onu oradan götürüb istifadə edirsən də. Yəni ay imtahandan çıxdım, sildim, atdım hamısını, PDF-ləri tulladım, belə yadımdan çıxdı. Yox, mümkün deyil. O lazımi vaxtda sənin beynin xatırladır ki, sən bunu burada öyrənmişdin. Yəni bu sənin var orada, sistemdə var. Onu vurursan, yaddaşın
başa, yəni o mən elə düşünürəm. Həmişə elə olur. Yəni təkcə imtahana hazırlaşanda yox, həyəcanla son anda nəyisə qaydasına qoymağa çalışdığımız şeylər yadımızdan çıxmır. Burada imtahanlar da təbii ki. Yəni son anda öyrənilən dərslər, birdən-birə oxuduğun, o seminara hazırlaşdığın, koridorda oxuduğun materiallar heç vaxt yaddan çıxmır. Ən çox elə onları xatırlayırsan. Ümumiyyətlə tək mən universitet illərimdə yox, məktəbli illərimdə də, abituriyent illərimdə də mən qiymətə görə, nə bilim, sırf yəni şöhrətpərəstlik kimi gəlir mənə qiymətə görə dərs oxumaq. Sırf 10 aldım. Əgər mən cavab verib 5 alıramsa, o 5 mənim özümündür. Amma məsələn qiymətə görə mən özümü öldürürüm ki, yüksək qiymət almalıyam, ortalamam 91 plus olmalıdır, nə bilim nə. Yəni bunları mən sevmirəm. Heç vaxt nə məktəb həyatımda olmayıb, nə universitet həyatımda olmayıb. Elə insanlarda ya gözümün düşmənidir və heç yəni onlarla yola gedə bilmirəm Buradan ki. mesajdır sevilin ətrafına. Onlarla yola gedə bilmirəm ki, necə yəni sən 10 almalısın, yəni dəridən qabıqdan çıxırsan ki, 10 almalısan da. Yəni o insanları da başa düşə bilmirəm. İstər-istəməz insanda həm panika yaradır ki, birdən 10 almaram. Mən heç vaxt həyatım boyu qiymətə görə, nəsə bir qayba görə, yəni deyir, məktəbli illərimdən də danışıram. Heç vaxt pis olmamışam. Maksimum 5 dəqiqə ki, məsələn 3 almışam məsələn də, hə, aldım. Amma sonra qaldığım kimi enerjim bərpa olunub da. Amma elə insanlar tanıyıram ki, bir dənə aşağı qiymətə görə yəni ağlasın, pis olsun. Mən qəti şeylər, belə şeylər mənim həyatımda baş verməyib də yəni. Bayaq qeyd elədin ki, maşın sürə-sürə gəlsən universitetə, yəni sən tələbə sürücülərdənsən. Tələbə sürücü olaraq nə deyə bilərsən? Az parking olsun, maşını sürmək olsun, saxlamaq, digər sürücülərlə münasibət. Tələbə sürücüdən öncə mən elə gəlir ki, mən qadın sürücüyəm. Bu bir mənalıdır və qadın sürücü bizim Bakı şəhərində olmaq biraz çox çətindir. Çünki sözün açıq öyrənmək də çox çətindir. Mən şəxsən bəzən belə yaxşı sürən qadın sürücünü həsəd aparıram ki, mən nə vaxt belə olacağam da, yəni. Çünki o qədər çətin gəlir ki mənə və bəzən bir paxıllıq hissi də məndə yaranır ki, bu kişilər bizdən daha yaxşı maşın sürür də. Elə bil onların beynində bir kodlamadır. Mənim çox yaxın bir dostum var. Xətirdə həqiqətən mənim üçün çox əzizdir. Mən həmişə deyir ki, heç nə deyir. Mən oturdum maşına deyir, başladım sürməyə. Mən şoka düşürəm. Necə yəni? Mən bu qədər avto təlimə getmişəm, bir 20 dərs getmişəm. Sürücülük vəsiqəsi imtahanı, nə bilim, harda gəldim, nişanları öyrənməyə çalışıram. Var gücümlə hazırlaşmısan. Var gücümlə, yəni ki, bir şey olmuşam ki, fisioda mən maşın sürürəm. Dostum deyir ki, mən oturdum deyir, başladım sürməyə. Oğlan dostum deyir ki, oturdum bir sürdüm. Mən çox qəribə gəlir ki, necə yəni də, mən heç nə bilmirdim axı da maşından əvvəl. Oğlanlarda elə bil bu anadan gəlmə bir xüsusiyyətdir. Maşın çox qəşəng sürülür, amma qadınlar çətindir. Və qadın sürücü həqiqətən bu cəmiyyətdə, yəni bu Bakı şəhərində olmaq çox çətindir. Və əgər kimsə maşın almaq istəyirsə, bu barədə bir 2-3 dəfə fikirləşsin. Tələbə olaraq da həqiqətən maşının mənə üstünlükləri var. Məsələn, vaxt cəhətdən yaxşıdır. Düzdür, tıxaca düşürəm, olur, amma ən azından metrodan daha tez evə çatıram. Bu parking məsələsi də təbii ki, hamının yaralı yeridir universitetimizdə. Amma həll eləməyə çalışırıq, yəni. Yavaş-yavaş öyrənirik. İlk dəfə sükan arxasına keçəndə özünü necə hiss edirdin? Mən elə gəlir ki, yəni bu ən zirvə nöqtəsi maşın sürmək tək ilk dəfə sənin qaza basmağındır. Yəni onu sən basdınsa, sən sürəcəksən. Tək maşında bilməyən adam belə olsa, məsələn, rəfiqən əyləşib düz maşına heç anlayış yoxdur. Onun yanında belə sən sürürsənsə maşın, yəni okeydir. Amma əgər sən təksənsə və heç kəs yoxdursa, o əl əsir, tərləyir, yəni soyuq tər səni basır. İlk dəfə o qaza bastınsa, deməli sürəcəksən, yəni. Həmişə mən bunu özümə şey edirdim ki, bir dənə tək və ilk dəfə tək xatırlayıram ki, çox çətin olmuşdu. Mən çox həyəcanlanmışdım, amma öhdəsindən gəldik. 4 aydır ki, gəlirik öhdəsindən. Əsas o da öhdəsindən gəlmişəm. Qaydaq universitet illərinə. Soruşmaq istəyirəm ki, sənə görə universitetdə ən sıxıcı fən hansıdır və hansı müəllimin dərsini ümumiyyətlə fakültədə sürmək istəyirsən ki, bunu yığışdırsınlar, bu dərsi heç kim keçməsin? Sözün açığı, mənə elə gəlir ki, bu universitet həyatında bu 4 il ərzində çox təkrar fənlər var. Hədsiz təkrar fənlər var və imtahana eynən ixtisasdan kənar fənlər heç, onların hərəsinin öz ayrı proqramları var, amma ixtisas fənlərdə çox təkrarlar var. Məsələn, imtahana hazırlaşırsan, baxırsan ki, keçən imtahanda öyrəndiklərin bu imtahanda da sən yaza bilərsən, rahat yazacaqsan. Yəni mənə elə gəlir ki, bu təkrar fənlər azaldılsa, onların yenə daha maraqlı, daha proqramı zəngin olan fənlər əlavə olunsa, mən məsələn sıxılmaram bir tələbə kimi.
Və mən bir dərs xatırlayıram ki, ixtisas yönümlü xarici dil. O fənni mən mahiyyətini tam anlaya bilmirdim və kursu bitirmişəm artıq, 2 kursu bitirmişəm. Mən hələ də anlaya bilmirəm ki, o fənn niyə var idi? lazım idi da, yəni. Düzdür, müəllimini sevirdim, çox peşəkar insan idi, peşəkar jurnalist idi, mənə çox dəyər qatdı. Amma yəni o fənnin varlığını mən anlaya bilmirdim ki, bu fənn niyə var? Çünki eyni şeylər idi, eyni. Tamam, sən ingilis xarici dili öyrənməlisən. Mən anlayıram bunu. Amma elə bunu gəl xarici dil adı altında öyrən. İxtisas yönümlü xarici dil adı altında öyrənmə. Sırf sənə ingilis dilli müəllim, ixtisası ingilis dili olan bir müəllim sənə dərs keçsin. Bir jurnalist yox. Mən belə düşünürəm. Yəni o fənni mən anlaya bilmədim. İki belə başa düşdüm, fənni birləşmək istəyiblər. Həm jurnalistika olsun, həm ingilis dili olsun. Eynən. Amma o qətiyyən elə olmayıb da. Çox qarışıb orada. Zaten belə bir şey var ki, jurnalistikanı az sektorunda, məsələn, Azərbaycan bölməsində oxuyanlar ingilis dili, jurnalistikanı bilir, yəni öyrənirlər. Onlara ingilis dili lazımdırsa, əlavə bir ingilis dili fənni keçilsin. Onsuz da ingilis dilini öyrənə bilən adam, yəni öyrənən, o öz praktikasında da onu göstərəcək, jurnalistika praktikasında da göstərəcək. Yəni mən belə düşünürəm. Yəni gərək duymuram. Razıyam. Yəni deməyə də söz yoxdur, tamamilə razıyam. Səncə universitetdə ən absurd qayda nədir? Ən absurd qayda, düzdür, hər biri nizam-intizamı təşkil eləyir. Amma mən bu qayıb söhbətini heç belə gələ bilmirəm qayıb söhbətinə. Bütün tələbələrin yaralı yeri qayıb söhbətidir. Təbii ki, tələbə gəlib dərsdə iştirak eləməlidir. Bu mütləqdir. Dünyanın hər yerində belədir. Amma sırf qayıbdan kəsmək, nə bilim, qayıbdan imtahana buraxılmamaq mən anlaya bilmirəm. Əgər tutaq ki, deyirəm, dünyanın hər yerində bu belədir ki, əksər yerində belədir ki, mühazirələr öncədən atılır, tələbə özü evdə oturub hazırlaşmalıdır. Yəni vacib deyil ki, tələbə gəlsin, universitetdə müəllimin qarşısında otursun, dərsə qulaq assın. Məsələn, bu qayıb limiti söhbəti mənə elə gəlir olmasa, tələbələr daha çox praktiki cəhətdən özlərini inkişaf elətdirə bilərlər. Yenə deyirəm, tələbə mütləq gəlməlidir, seminarda müəllimə cavab verməlidir. Amma qayıba görə imtahandan kəsilmək, iştirak etmədiyim üçün imtahandan kəsilmək mənə çox absurd gəlir. Və əfsuslar olsun ki, bizim ölkəmizdə universitetlərdə təhsildən çox qaybın üstə düşürlər ki, müəllim təhsil verməzdən öncə ilk davamiyyəti təmin etməlidir. İlk davamiyyəti sinifə girən kimi sani davamiyyəti yoxlamalıdır. Məsələn, yoxlamalar gəlir, heç uşağa dönüb tələbəyə dönüb sual vermirlər ki, bu müəllimin dərsindən razısan, dərs keçmə metodu sənə xoşuna gəlir. O dəqiqə müəllimin üstə düşürlər ki, aç jurnalı görəsən qaybı vaxtında yazmısanmı? Yəni mənə elə gəlir ki, bu qayda biraz absurd səslənir. Mən elə düşünürəm. Mən də qayıb limitini çox mənasız görürəm. Yəni mən o dərsin mühazirəsində oturmaqda məsul olmamalıyam. İmtahanı vermək razıyam. Mən o fənni necə keçməliyəm. Amma tələbə üçün şərt olmamalıdır da, həmin fənnin mühazirəsində, seminarında məcburi şəkildə 30 saatsa 30 saatın 30-unda da oturmaq. Yəni o işləyə bilər, yəni o tələbənin işi ola bilər və ya başqa problemi. Şərt deyil onun 30 saat mühazirədə oturmağı, amma adama şərt olmalıdır dərsin imtahanını vermək. Ona görə də məncə qayıb limiti çox mənasızdır. Yəni əksər tələbəyə də baxırsan, dərsə gəlir, müəllimə qulaq asmır. Yəni onun artıq imtahan verib verməyəcək, onun öz məsuliyyətidir. Evdə oturub mühazirəni oxuya bilər, özü dərk edib anlaya bilər, müəllimə sual verə bilər. Yəni bu artıq onun öz məsuliyyətidir ki, imtahandan hansı balla çıxacaq. Yəni mən belə düşünürəm, bilmirəm. Mühazirədə gəlib boş-boş oturana qədər hansısa bir işi ilə məşğul ola bilər və yəni gəlib o dərsdə yatana qədər belə öyrənmək istəyən insan onsuz da müəllimin qarşısında ilk partada əyləşəcək. Müəllim danışdığı onun suallar da verəcək ki, bu necə oldu, o necə oldu. Amma öyrənmək istəməyən insan onsuz da öyrənməyəcək. Ancaq məsələn qarşısına məqsəd qoyan ki, imtahandan bir dənə keçim, o son gecə də onu vərəqləyib oxuyub gəlib o imtahanı verəcək. Bir növ qiyabiyə dönür əslində bunda da. Məsələn, qiyabi təhsilin bir şey yaxşıdır, mühazirə və seminarların bu cür olması məcburi deyil də. Məcburi deyil. Bilmirəm orada qayıb limiti var ya yoxdur, amma çox yaxşıdır. Onsuz da bu dərsə gələn tələbə əgər o mühazirədə boş-boş oturur, seminarda boş-boş oturursa, ehtiyac yoxdur da buna. Sadəcə seminardan seminara gələ bilər və ya nə bilim imtahana qədər mühazirə şərti olmaya bilər. Məsələn, onu çox yaxşı vurğuladın ki, bu qiyabiyə biraz bənzədir. Amma mən məsələn özüm əyani oxumaq istəyirəm. Heç vaxt qiyabini seçməzdim. Əyani istəyirəm. Çünki universitet illərində mənə elə gəlir, mən universitetə getməliyəm. Amma bir balaca elə bir ki, getməməzlik də eləyə bilərəmmiş kimi gəlir. Amma məsələn elə fən var 30 saatda 3 qayıb limiti var. Məcburam o dərsin bütün oturumda, yəni ki, dərsdəki, yoxsa kəsiləcəm də, yəni yoxsa kəsiləcəm, limitə düşəcəm. Ona görə məsələn o məcburiyyət biraz dərsdən də mənə elə gəlir tələbəni soyudur.
Və bundan əlavə müəllimlərdə də çox şey olur. Yəni bu müəllim dərsə gəlir ki, o mövzunu tələbəyə başa salsın, öyrətsin. Amma artıq Stressə düşür ki, birdən qayıb yazmaram, nöqtə qoyaram, məsələn, nəsə olar. ondan əlavə də 40% dərs öyrətməyə gəlirsə, 60% artıq qayıba görə gəlir ki, məsələn bu dərs oturur, başınıza gəlib danışır. Deyir ki, siz mənim seminar dərsimdə oturmursunuz, mühazirəmdəsiz. Mən yəni o dərsdə oturmalı deyiləm də, məcbur da deyiləm. Qiymətimi də alanda alıram, almayanda da alıram, almaya da bilərəm. Yəni bu kimi mənasız məsuliyyətlər, qayıb limiti kimi şeylər olanda müəllim artıq yəni 100% dərsə odaqlanmalıdırsa, artıq o 100-ün 60-ı olur qayıb limiti söhbəti. Tələbə də stressə düşür. Məsələn, yatıb qalaram, birdən birinci dərsə gecikərəm, limitdəyəm, kəsiləcəm. Mənim çox yaxın dostlarım var, həmişə deyir ki, mən məcburam ki, saat məsələn 7-də yuxudan oyanım, çünki kəsilərəm. Birdən belə, yəni o da stressə düşür. Nə dərəcədə effektivdir o təhsil artıq? O sual altındadır. Yəni mən saat 5-də səhər oyanıram, özümü deyim də elə. 5-də mən yuxulu gəlib saat 8-in dərsində o müəllimdən maksimum nə öyrənmiş ola bilərəm də. Yəni arada bir özünə məsələn fasilə verə bilər, istirahət verə bilər özünə. Mən elə düşünürəm. Razıyam səndən. Heç olub imtahanlardan keçmək üçün ya da nə bilim, nəyəsə görə rüşvət vermisən müəllimlərə? Səmimi deyim, yox. Yəni mən Bakı Dövlət Universitetində təhsil alıram və orada mənim bir qəpiyim də belə olsun, nə imtahanda, nə qiymətlər barəsində, yəni olmayıb. Qəti surətdə, yəni mən rüşvətin adı çəkmirəm. Ümumiyyətlə bizim fakültəmiz çox gözəl fakültədir. Mən digərlərindən də xəbərimiz var, az çox ətrafımızda təhsil alırlar. Amma bizim fakültəmizdə həqiqətən mən nə müəllimlərdən elə bir sətiraltı söz eşitməmişəm. Qətiyyən mən də eşitməmişəm. Nə də ki, yəni bir qəpiyim də onlara yəni keçməyib bu barədə ki, sən mənə filan şey eləsən, mən də sənə filan şey eləyərəm. Yəni o barədə bir qəpik, yəni söz gedə bilməz bizim fakültəmizdə. Şəffaflıq həqiqətən bizim fakültəmizdən aparıcı. Çox gözəl qorunub da. Həqiqətən, hə. Yəni səmimi o şəffaflıq həqiqətən. Jurnalistika fakültəsində, yəni Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində qətiyyən bu mövzuda söz keçə bilməz. Bəli, qətiyyən. 3 ildir orada təhsil alıram. Heç bir şəkildə Və görməmişəm. digər özümdən böyük tələbələrdən də bir dəfə də olsun eşitməmişəm ki, bu barədə yəni sevmirlər. Hətta bizdə bu şokolad akımını da belə bir ara viral olmuşdu dəhşət şəkildə ki, şokolad akımı müəllimə şokolad verirdilər. Bizim müəllimlərimiz həqiqətən onu belə götürmədilər ki, tələbədən müəllimə keçir, səhv anlaşıla bilər. Yəni düşünün, bu incəliyə qədər varsa, orada rüşvətdən, puldan qətiyyən söz gedə bilməz. Biraz daha dərinlərə düşsək, tələbəlik həyatında səni ən çox dəyişən hadisə nə olub? Mənim 1-ci kurs, 2-ci kurs illərim həqiqətən mənim həyatımda ağır depressiya tuş gəlib. Təbii ki, bu universitetlə əlaqəli deyildi. Mənim öz həyat tərzimlə əlaqəli bir şey idi. Amma o illəri mən belə deyim, tam elə bir faydasını görə bilməmişəm. Və universitetdə məni daxilində dəyişən bir hadisədə belə bir şey olub ki, mən universitetə gələndə dedim ki, nizam-intizamı öyrənmişəm. Mən hər dəfə gəlirdim ki, bizim xanımlarımız hamısı sərgəli geyinib, hamısı belə mən elə insan adam baxanda zövq alır onlara. Və universitet mənə öyrətdi ki, sən hər gün səhər durmalısan, özünə bir baxmalısan, saç düzümün, geyimin, əynin başa gəlib. Çünki insan gəlir bəzən məsələn mən stimul alıram. Şəxsən belə deyim, gəlib görürəm ki, qızların hamısı vaxtında durublar yuxudan, bəzəniblər, düzəliblər, gəliblər universitetə. Deyirəm, mən bunu edə bilmirəm. Bunlar necə eləyir də bunu? Yuxumuza qıya bilmirik, amma və həqiqətən universitetdə mənim dəyişən bir şey bu oldu ki, mən gördüm ki, insan nizam-intizamına daha diqqət yetirməlidir. Cəmiyyətə çıxanda daha belə nizam-intizamlı çıxmalıdır. Universitetdə bu dəyişən mənim bu olub. Qalanda kollektiv olmağı öyrənmişəm həqiqətən. Sinifdən qrupun fərqi tamam fərqli bir şeydir. Çünki sinifdə elədir ki, sən eyni qəsəbənin uşaqlarısınız. Məsələn, mən Zabrat qəsəbəsində təhsil almışam. Hamı Zabratın uşaqları idi da. İstərsiniz o Əli dayının oğludur, bu Vəli əminin oğludur. Qohum-qonşu hamı bir. Amma qrupda elədir ki, məsələn, tək Bakıdan yox, Azərbaycanın hər yerindən uşaqlar var. Məsələn, Ucardan qrup yoldaşımız var, Kürdəmlə. Onların həyatına da bir işıq salırsan da, ən azından deyirsən ki, hə, Ucardan gəlib, məsələn, görən orada filan şeylər necədir, soruşursan. Yəni qrup olmaq, kollektiv olmağı da universitet mənə öyrətdi. Bu cəhətdən həqiqətən yəni yaxşı. Buradan Ucarlı qrup yoldaşımıza salam deyirik. O kəndisi anladı. Amma həm də elə bir dövr olur ki, universitet dövrü hamının artıq uşaqlıqdan çıxıb yetişkinliyə getdiyi bir dövr olur. Hamının belə dəli dolu olduğu vaxtlar, böyüməyə başladığı vaxtlar və hər cür xasiyyətli insan vardı ya. Sən birinci o insanlara öyrəşirsən, onu bacarırsan, fərqli xasiyyətli insanlarla yaşamağı, nə bilim 90 dəqiqə bir auditoriyada oturmağı, fikir bölüşməyi və s.
Həm də dediyin kimi də çox maraqlı şeylər də Bilirsən, öyrənirsən universitet həm paralelində. də məni biraz böyütdü, biraz türklər demiş olğunlaşdırdı. Bunun da səbəbi odur ki, abituriyent illəri, bilmirəm nə dərəcədə məndən razısan, Hind kinosunun başladığı ərəfələrdir. İntriqalar, qalmaqallar, Hər bir şey. tərəfdən dərs, bir tərəfdən ixtişaşlar, hansısa qızla rəqabət, oğlanla rəqabət falan. Yəni o Hind kinosunun başladığı bir dönəmdir də. Ona görə mən elə bir indi düşünürəm, deyirəm mən necə uşaq olmuşam. Mən falan hadisə olanda mən necə uşaq olmuşam. Düzdür, abituriyent illərindən hələ də mənim dostlarım var. Hamısı da mənim üçün çox əzizdir. Amma baxıram deyirəm ki, indiki ağlım olsaydı falan şey eləməzdim. Düzdür, bir ildə insanı böyüdür, o heç. Amma universitetdə məsələn şahid olursan ki, boş şeylərmiş. Kaş elə vaxtımı verərdim dərsə. Elə bir hadisə var ki, hansı ki sənin üçün çox önəmlidir. Nəsə eləmisən, amma indi fikirləşəndə deyirsən, mənim həyatımda dəyişən şey budur. Kaş o vaxtı bunu eləməzdim. Elə hadisələr təbii ki, məncə hamının həyatında var. Mənim də həyatımda bir dənə pik nöqtəsi var. Mən həmişə deyirəm ki, kaş o vaxt bu hərəkəti eləməzdim. Düzdür, peşman deyiləm. Çünki sonrakı peşmançılıq fayda vermir və atamın çox gözəl bir sözü var. Mənim üçün o qızıl qaydadır ki, nəticəsini bilmədiyin şeyi eləmə və mən o qızıl qaydaya bu hadisədən sonra riayət eləməyə başladım ki, əgər nəticəsini bilmirəmsə bu hərəkəti eləməməliyəm, bu sözü deməməliyəm və o hadisə də mənim üçün elə bir şeydir ki, kaş mən o hadisə olmayardı, mən o hərəkəti orada eləməzdim. Yenə deyirəm, peşman deyiləm, amma indiki ağlım olsaydı və o zamanki zaman olsaydı, təbii o zamanki vaxt olsaydı, təbii ki, eləməzdim deyə düşünürəm. Ona görə elə bir hadisə var yəni həyatımda. Amma olur ki, bəzən məsələn mənim də həyatımda əlbəttə ki var. Kaş o vaxt belə eləməzdim, amma bəzən də düşünürəm ki, bu nə bilim qismət beləmiş, belə olmalıymış. Mən o vaxt onu eləməsəydim, indi kaş belə eləməzdim deyib oradan o dərsi çıxartmazdım. Eynən. Deməli bu da bir dərs imiş Bu yaşamalıymışıq. da bir dərs imiş yaşamalıyıq. Yaşadıq. Həyatda başıma gələn heç nədən peşman deyiləm. Əgər mən bu yola girmişəmsə, bunun mənə verə biləcəyi dərsləri də gözə almalıyam, nəticəsini də gözə almalıyam. Bunu bu hadisədən sonra həqiqətən mən öyrəndim ki, əgər mən bu yoldayamsa, pisi də, yaxşısı da mənimdir. Amma yenə dediyim kimi, kaş eləməzdim dediyim nöqtələr, nüansları da var bu məsələdə. Bəzi kəşflər var ki, həqiqətən də kəşf eləməzdik. Bir münasibətdə, dostluq münasibəti və ya sevgi ola bilər. Sənin üçün qırmızı xətt nədir? Mənə görə qırmızı xətt güvəndir. Dostluqda da bu çox önəmlidir, mənə elə gəlir. Mən əgər güvənim sındısa, qəlbim sındısa, bir insana əvvəl kimi heç vaxt ola bilmirəm. Mənim üçün o artıq qırmızı nöqtədir. Həqiqətən sarı simin belə deyim güvən məsələsidir. Güvənimi bir insan qırdısa, bir də bərpa olunmur. Yəni ona görə güvən məsələsi dostluqda da, sevgi münasibətində də mənə elə gəlir çox önəmlidir. Tamamilə razıyam. Güvən olmasa heç nə olmaz. Hər şeyin altında güvənmək yatır. Eynən. Heç kimin bilmədiyi, amma bizə demək istədiyin hansısa belə fun fact var səndən bağlı? Mənlə bağlı. Elə əslində çoxdur. İndi belə anidən soruşanda ağlıma sata gəlmir. Amma bu yaxınlarda belə bir şey yaşanıb, bilməm nə dərəcədə bu gülməli hadisə kimi qələmə verilə bilər, belə deyim. Maşın sürəndə həmişə mən yolları tanımıram. Qəti surətdə yol tanımıram. Bakıda və yaşayıb Bakı şəhərini tanımayanları. tanımıram. Yəni evimizdən marketin arasını ancaq tanıyaram və hər yerə naviqasiyayla gedib gəlirəm, Waze-lə gedib gəlirəm. Koroğlunun içində mən itmişdim və Koroğlu həqiqətən mənim evimin düz yanıdır. Və o qədər gecə vaxt idi, biraz axşam işıq falan da yanmırdı. O qədər mənə bu təsir eləmişdi ki, mən Koroğludan Bakıxanova gələ bilmirdim. Yolu tapa bilmirdim yəni. Waze-im, yəni daha doğrusu belə deyim, Waze-dən istifadə etməyi bacarmırdım. Biraz orada çətinliklər var, onu sürücülər bilir də. Hələ təzə başlayırdım deyə bilmirdim. Və Koroğlunun içində axşam vaxt itmişdim, zəng eləmişdim ki, gəlin məni aparın. Mən yəni elə bəzən elə bir an olur ki, deyirəm ki, maşından düşəcəm, saxlayacağam qıraqda, minib avtobusa gedəcəm evə. Yəni heç elə bil məndən bir parça deyil də bu maşın. Elə anlar olur. İndi ağlıma ilk o gəldi, dedim onu danışım. Çox fun fact. Yaşadığın yerdə itmək. Həqiqətən Koroğlunun içində, yəni Koroğludan Razinə Bakıxanova 5 dəqiqə falandı da. Orada mən itmişdim və özümü o qədər qarışıq bir yol salmışdım. Gəlib Neftçilərdən sonra gəlmişdim. Yəni o mənə belə o qədər çarəsiz özümü hiss eləmişdim ki, yəni mən neyniyəcəm də, tanır yəni ki, mən yaşadığım yeri tanımıram. Təzəvvür yolun ortasında, yəni elə bir yoldur ki, magistral yoldur. Qalmışam yolun ortasında, deyirəm ki, ay Allah, mən neyniyəcəm, nə hara gedəcəm? Keçənlər də hamı da mənə baxır falan. Adam lap utanır elə Hə, olanda. adam lap utanır. Evə zəng gəldim ki, mən qalmışam burada da, gələ bilmirəm də evə. Atam deyirdi ki, bax Veyzə, o sənə yolu göstərəcək. Mən heç cür gələ bilməyəcəm. Heç çəkil qıraqda dur, gəlim orada. Yolun ortasına necə gəlim? Həqiqətən yəni belə çox özümü çarəsiz hiss elədiyim və sonradan indi xatırlayanda gülməli olan bir an idi. Mən başıma gəlsə gülərdim, sonra da ağlayardım ki, adam
sizin yaşadığı yeri O tanımaz. çarəsiz olmaq, yəni o orada mən öyrəndim ki, nədir də, yəni o əl ki soyuq tərii ki, neyəcəm də, yəni mən. Çox çarəsiz andı ki, mən bilmirəm evə necə gedim. Hə, bilmirəm evə necə gedim. Altımda maşın gedə bilmirəm. Yəni elə bir an idi. Yəni maşının olmağı evə tez çatmaq demək deyil. Görürsüz şəhəri tanımayanlar var. Yəni həqiqətən 5 dəqiqəlik yolu, 10 dəqiqəlik yol mən yarım saata ancaq gəlib evə çatmışdım. Bəlkə də daha çox, 1 saat da ola bilər. Bu sənə öyrətdi ki, başını daha yaxşı öyrənmək Bu lazım. mənə öyrətdi ki, hə, Bakını daha yaxşı öyrənmək lazımdır. Amma hələ də öyrənə bilməmişəm, təəssüflər olsun ki. Məncə zamanla öyrənəcəksən Bakıda Yəqin gəzməyi. ki. Son olaraq da soruşmaq istəyirəm. Bugünkü Sevil, illər əvvəlki Sevilə, hansı ki o kəşkilərin vaxtındakı Sevilə nə demək istəyərdi? Bunu demək istəyərdim ki, boş şeylərə baş qoşma həqiqətən. Həyatda hər bir şey müvəqqətidir. Hər çətinlik də müvəqqətidir. Hər insan da müvəqqətidir. Dost da müvəqqətidir. O anlar da dediyimiz o anlar var idi. Məsələn, hazırlıq dönəmi, abituriyent dönəmi falan. Bunlar hamısı keçici şeylərdir. Həyatda sənin ancaq özünsən. Özün olmağı bacar və ən önəmlisi özünü sev. Çünki sən əgər özünü sevsən, kənarında, ətrafında olan hər bir insan səni sevməyə başlayacaq və hər şeyi özünə sənə dəyərmiş kimi düşün. Məsələn, Zəhra mənim üçün bu hərəkəti elədi. Mən özümü çox borclu hiss elədim Zəhraya ki, ayda, neyniyəcəm, Zəhranın borcundan necə çıxacağam? Başa düş ki, mən dəyərliyəm. Zəhra da mənə dəyər verdiyi üçün bunu elədi. Bir sözlə, yəni özünü sev, özünə qiymət ver, bu qədər. Yəni stəkanın digər tərəfindən baxmağı mütləq bacarmalıyıq. Bir də özümüzə xeyir olan tərəfdən baxaq. Həmişə, yəni hər məsələdə mən də razıyam. İnsan özünü öncə görməlidir. Təzəlicə öyrənmişəm ki, insan özünü xoşbəxt hiss eləyə bilərmiş. Əvvəl düşünürdüm ki, müəyyən aspektlər var. Oradan düşünürdüm ki, filan şey olsa xoşbəxt olardım. Filan kəs olsaydı xoşbəxt olardım falan. Amma mən bir şey öyrəndim ki, insan özü tək başına özünü xoşbəxt hiss eləyə bilərmiş və həyatda ən önəmli şey ailədir. Bunu da anladım ki, son dönəmlərdəki insanlar həqiqətən ən böyük dəyər, ən böyük o necə deyim, o deyir ki, sənə bir dal budaq verim, yapış oradan. Sənin yapışacağın o budaq sənin ailəndir. Həmişə bunu özümə keçmiş Sevilədə demək istəyərdim. Düzdür, keçmişdə də belə idim, ailə canlıydım, ailəmi sevirdim, amma indi daha onların qayğısını, böyüdükcə, il keçdikcə həqiqətən mən bir şey bilirəm ki, bir ay keçəndə belə mənim fikirlərim daha yetişkinləşir, belə düşünürəm. Hər şey böyüdür səni. Eynən, hər şey böyüdür. Özünü sev, özünə qayğı göstər, özünü xoşbəxt hiss elə və ailənlə, dostlarına səni sevən, əsl sevən insanların əhatəsində ol. Yəni özünü xoşbəxt eləyə bilirsən, əsl xoşbəxtlik bilmirik nədir. Amma sənin ağlında olan xoşbəxtlik əgər özünü xoşbəxt eləyirsənsə, o tapacaq mütləq. Çox sağ ol Sevil, təşəkkür edirəm. Dəvətin üçün bir daha təşəkkür edirəm. Xoş izləmələr. Hamıya xoş izləmələr arzulayırıq. Bugünkü bölümümüz bu qədər. Sağ olun, sağlıqla qalın. Növbəti bölümlərdə görüşmək ümidi ilə.